Karpal tunel sindromu yaşlıların problemi kimi bilinsə də gənc insanlarda düşündüyümüzdən daha tez-tez rast gəlinir. Adətən müasir həyat tərzi gənclər bu simptomdan daha çox əziyyət çəkir ki, bunun da əsas səbəbi xüsusilə düzgün olmayan bilək mövqeyi ilə işləyən zaman telefon və kompüterdən uzun müddətli istifadə, ofis işi, proqramlaşdırma, dizayn, musiqi alətləri, tikiş tikmək, ağırlıq qaldırma və idman zamanı yanlış texnika ola bilər. Gənc qadınlarda hormonal dəyişikliklərdə karpal tunel sindromu yaranır. Yaranma səbəbi və risk qrupu altında isə irsi meyillik, şəkərli diabet, qalxana bənzər vəz problemləri olan gənclərdə yer alır. Əlamətləri əsasən baş, şəhadət və orta barmaqda keymə, qarışqa gəzmə hissi, gecələr artan ağrı və keymə, əldə zəiflik, əşyaları tez-tez salma, biləkdən ovuca yayılan yanma və ağrı ola bilər. Əgər gənc yaşdasan və yuxarıda sadalınan əlamətləri özündə hiss edirsənsə, yorğunluqdandır. Telefondan çox istifadə etdim deyib müalicəni gecikdirmə. Unutma, erkən mərhələdə müdaxilə olunmasa problem xroniki ola bilər. Zamanında həkimə müraciət etməklə gələcəkdə səni gözləyən karpal tunel sindromu əməliyyatına qalib gələ bilərsən. 055 246 68 41 nömrəsinə gecikmədən zəng et. Mərkəzimizdə Ramazanın gəlişinə özəl olaraq fizioterapiya və reabilitasiya tələb edən bütün xəstəliklərin müayinəsi ödənişsiz, müalicəsi 50% endirimli qiymətə həyata keçirilir.